Vətən əvvəlcə evimiz, sonra küçəmiz, kəndimiz, şəhərimiz, ən sonda vətənimiz dediyimiz andan başlanır. O an ki, torpaq qoynunda böyütdüyü övladının qanı ilə, şəhid qanı ilə suvarılır. Vətən şəhidimin qanının töküldüyü, qoynuna sığındığı yerdən başlanır. Vətən şəhid qanının laləliyə çevrildiyi, Lələtəpədə üçrəngli bayrağın sancıldığı yerdən başlanır. Vətən şəhidlərimizin geridə qoyduqlarının həsrətli gözlərindən başlanır. Mənim üçün vətən şəhid xanımın dilindən süzülən vətənim sənsən kəlməsindən başlanır. O kəlmə ki, bir ömür boyu həsrətlə gözləyəcəyi əzizinin yanğısına su kimi səpiləcək. O kəlmə ki, çətin gündə çiynini söykədiyi, sirrini bölüşdüyü əzizinin itkisinə mətanətlə dözərək qəlbindəki ağrıları ovdacaq. Hər qarşı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən bir əmanətdir. Torpaq əgər uğrunda ölən varsa vətəndir demişlər babalarımız. Torpağı qoruyarsan, əzizləyərsən, uğrunda fədakarlığa hazır olarsan, vətən olar. Bu yurdun uğrunda, bu sevgili məmləkət naminə kimlər fəda olmadı ki? Şah babamızın miras qoyduğu Azərbaycan üçün neçə canlılar şəhid oldular. Raquflar, Asiflər, Şirinlər, Yaqublar, Pəncəlilər, Rasimlər və digərləri. Kimlər? Neçə hərbiçilər, komandirlər, oğullar, atalar, həyat yoldaşları. Hər biri bir elin, bir obanın arxa dirəyi olan igidlər. Geridə qoyduqlarını düşünmədən ölümə atılan fədailər. Körpə balalarının gözündəki sevinci əbədi dondurub vətən sağ olsun deyərək torpağın bağrına köçənlər. Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, nə də ulduzlar kimi parlayıb sönməməkdir. Ölməzliyi düşünmək boşuna bir əməkdir. Qəhrəmanlıq vuruşub bir daha dönməməkdir. Onlar vuruşub dönməməyi seçdilər. Onlar bizə vətəni sevməyi sözdə yox, əməldə göstərdilər. Şəhidlər bizə azadlığın verilmədiyini, alındığını sübut etdilər. Bəlkə də borcundan çıxmadım vətən. Ömür bahar deyil, bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən, çürüyüm bir ovuc torpağın artsın. Şəhidlər öz qanları ilə tapdaladığımız bu qara torpağın müqəddəs olduğunu bizə anlatdılar. Şəhidlər düşmən əlində inləyən elin, obanın, bağrı yaralı Qarabağın harayını bizə çatdırdılar. Ana olan yerdə ölümü də gözə almağın mümkün olduğunu bildirdilər. Şəhidlər bizə ölümdən sonra da həyatın var olduğunu, yaşamağın mümkünlüyünü göstərdilər. Sanki bizə dedilər, bastığın yerləri torpaq deyərək keçmə, tanı. Düşün altındakı minlərcə kəfənsiz yatanı. Ey vətənimin mərd oğulları, ey cənnət qoxulu şəhidim. Sizi düşünməmək olarmı? Sizi unutmaq olarmı? Unutsaq nələri unudaq gərək? Unutsaq keçmişimizi, Zəngəzuru, Borçalını, 20 yanvarı, Qarakənd faciəsini, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Zəngilanı, Qubadlını, Cəbrayılı, Xan kəndini, apreli unudaq gərək. Əgər bugün Qarabağın əlimizdə olan kiçik bir kəndində Şuşanın saflığını, təmizliyini əks etdirən səslər, Qarabağ bülbülləri yetişirsə, demək ki, yol yaxındır. Tezliklə o bülbüllər Cıdır düzündə, Topxana meşəsində cəhcəh vuracaqlar. Əgər şəhid anası əlinə silah alıb, mən də döyüşə hazıram deyirsə, bu millətin qarşısında kimsə dura bilməz. Aprel döyüşlərində ordumuzun ən adlı sanlı komandirləri öndə getmişdisə, əskərlərini qorumaq üçün özünü qurban verən, əskərini övladı kimi sevən komandirlərimiz vardısa, düşmən qorxsa yaxşıdır. Əgər bugün şəhid komandirin kiçik yaşlı oğlu yaralı oyuncaq əskərini sağaltmaq üçün çalışırsa, deməli bu millətin qəlbinin sevgisi, mərhəməti tükənməzdir. Əgər bugün dövlət başçımız siyasi arenada mənfur erməniləri cavabı ilə çıxılmaz duruma salırsa, deməli biz varıq, yenilməzik. Vətənpərvərliyin ən ali məqamıdır şəhidlik. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil,
xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç bir şey yoxdur. Tarix boyu həmişə biz şərəfli ölümlə fəxr etmişik. Ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu vətən, bu torpaq, bu yurt nə qədər faciələr yaşasa da yaşamaq haqqını itirməyib. Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə bir örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeylər öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir kəsin vətəndaşlıq borcudur. Qərinələr də ötsə, nəsillər bir-birini əvəz də etsə, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaq, yaddan çıxmayacaqdır. Biz gənclər dövlətimizlə bir olmalı, hər şey vətən üçün deməli, gücümüzü göstərməliyik. Ona görə də sən ey mənim mərd xalqım, qalx, qalx, qoy yer titrəsin məhvərindən.